Salam dostlar, salam YouTube kanal izləyiciləri və TikTok kanal izləyiciləri. Bir şey nəzər çatdıraraq sizə bu videonu çəkirəm ki, bu yaxın 3-4 gün ərzində telefonumda bir şey rastıma gəldi. Telefonum zərər qədər enerjide olduğu müddətdə adaptördə. Yaxınlaşdım ki, yəni diqqətli olmağa çalışdım ki, yəni o barədə sizə məlumat verim. Yaxınlaşdım ki, telefonumu zərərdən çıxardım. Telefona toxundum ki, ekran açılsın da görüm neçə faizdir. Ekran sol küncündə gördüm ki, yəni kamera yaşıl bir fotoğraf şəkli kimi. Yəni ani moment gördüm onu. Açan kimi daha da yoxa çıxdı o. Yəni bu da onunla irəli gəlir ki, telefonlarda izlənmə funksiyası deyilmi, yoxsa izlənilirmi, nədirsə. Yəni bütün telefonlara yəqin ki bu şamildir. Yəni ehtiyatlı olmaq və yaxud da belə nə qarsaq da şeydir. Amma yəni bu şey fakt özüm rast gəldim ki, kameranın sol üzbəüz tutanda, yəni qarşı tərəfin kamerasının üzbəüz tutanda sol tərəfdə gördüm ki, künc tərəfdə kamera fotoğraf şəkli ani moment gözümə dəyərək açan kimi yoxa çıxdı. Demək bu izlənir ki, yəni bu səs dinləmədir, görüntüdür və digər şeylərdir. Görüntüsü kamerası varsa səs də yəqin ki gedir. Yəni belə bir şeyləri diqqətli və nəzarətli olmaq lazımdır ki, ən azından telefonu elə bir yerə qoyaq ki, uzaq məsafədəki evdə olan və ya digər ofislərdə, işlərdə olan vəziyyətlərdə məsələn o şey izlənmə və ya səs dinləmə şeyləri olmasın. Yəni mən fakt buna rast gəldim. İndi kimlərsə qarşısına çıxıbsa, onu deyən mənəm ki, tərdim, bəlkə də görməyiblər, bəlkə də bilməyənlərin nəzərinə çatdıram ki, belə bir şey, fakt telefon zərərdən çıxardığında, xaçarda yan girişi olan yerdə toxunduqda gördüm, yəni belə bir şey gördüm. Yəni ehtiyatlı olmağınızı, tərdim, diqqətli olmağınızı, telefonunuzu özünüzdən uzaq və yerdə cərək enerjiyə qoyaraq, yəni istifadə etməyinizi və ya götürəndə də yəni hər bir şeyi nəzarət etməyinizi özünüzdən müğayət olun, elə bir şeyi nəzarət edin. Fakt yəni dediyim kimi sözüm təkrar olmasın. Kamera açılmış vəziyyətdə künc tərəfdə gördüm ki, fotoğraf şəkli var. Xaçarda açan kimi ki, görüm nə qədər zərərkəsi var. Baxmaq istəyirdim. Gördüm nə qədər şəkil çəkən bölümü şeylədi. Gəlmişdi, açan kimi yoxa çıxdı. Yəni bu fakt öz gözümün şahidi oldum. Heç bir şeylə məsələn, sosial şəbəkələrdə deyilən şeylərə inanmırdım belə nə dərəcədə, həqiqətən nə dərəcədə inanmırdım söhbətin bir yana. Fakt öz gözüm şahidi olaraq bunu mən gördüm. Yəni ehtiyatlı olmağınızı, telefonlarınızı uzaq məsafədə eləyin ki, ən azından dinləmə və ya görüntü sistemi açıq olaraq sizləri istər evdə, istər işdə, istər digər yerlərdə o sizə nətərdim problem yaşatmasın beləsinə. Bu qədər. Yəni rastlaşdığım vəziyyəti gördüyümü dedim. Belə bir hal rastlaşdığımı sizə nəzərinizə çatdırdım. Diqqətli olmağınızı, ehtiyatlı olmağınızı sizə bildirmək istərdim. Bu qədər dostlar. Kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Ətrafında sualınız varsa da rəylər bölümündə də deyə bilərsiniz. Yəni ehtiyatlı olun. Allah'a emanet. Özünüzə müğayət olun. Hamıya da salamlar. Allah'ın salamı olsun. Yenə də deyirəm. Gecəniz xeyrə. Allah'a emanet.